və analarla bağlı olan iki fədakar ananın görülən, həyatda olan hadisəni danışam və sözümü tamamlayam. Bir nəfər deyir, gördüm, bir ev yanır, alışır. Ana və balaca uşağının körpəsinin qışqırıq səsləri gəlir. Alov evi elə bir şəkildə bürümüş ki, heç kim yaxınlaşıb onları qurtara bilmir, xilas edə bilmir. Amma onların haykırıq səsləri, o yalvarış səsləri ətrafı bürüyür. Deyir, biz şahidi olduq ki, ana hiss etdi, ta artıq yanır. Özü yana-yana belə öz azyaşlı körpəsini kənarda, alovdan kənarda tutaraq, özü büsbütün alovun içərisində yanmasına baxmayaraq, özünü alovda yanaraq görməsinə rəğmən övladı alovda yanmasın deyə kənarda tutmuş. Bir olmuş qısa hadisəni də deyəm və siz əzizlərimi Allaha tapşıram və bu məsələdə son dərəcə diqqətli olmaqda, doğrudan da diqqətli olmaq halı ilə Allaha həvalə edən cümlənizi. Yazırlar, bir ana hər günü oruc olarmış və hər gündə namazı əvvəl vaxtda qılarmış. Övladlarından biri, oğlu, anasının hər gün oruc olub və hər gün namaz qıldığını görür və hər namazdan sonra əlini Allaha açaraq bir para duaları səssiz zümzümə edərək dua etməsini görür. Amma oğlu çox laqeydmiş, dindən, Allaha əqidəsi zəif olduğundan bir gün anasına üz tutaraq o dua eləyə-eləyə namaz üstündə əlini Allaha açdığı bir halda, Allahla razı niyaz elədiyi halda oğlu anasına bu cür söyləyir. Ana, sən hər gün namaz qılırsan, hər gün oruc tutursan, hər gün namazdan sonra Allaha əl açıb dua eləyirsən, amma sənin heç nəyin yoxdur. Axı, bu namaz oruca görə Allah sənə heç nə vermir. Mən nə namaz qıllam, nə oruc tuturam. Amma mənim hər şeyim var, hər şeyində sahibiyəm, heç kəsə də ehtiyacım yox. Deyir, bunu eşidən ana, gözü yaşlı ağlar halda oğluna bu cavabı verir. Oğlumcan, mən hər gün namaz qılıb, hər gün oruc tutub, hər gün əlimi namazdan sonra Allaha qaldırıram ki, Allah, balamı kiməsə möhtac eləmə, oğlumu kiməsə möhtac eləmə, oğlumu hər şeyin sahibi et. Mən hər gün ağlar halda sənə dua edirəm. Amma biz bəzən analarımızın, atalarımızın doğrudan da qədrini bilmirik. Biz o ata-analardan söhbət açdıq ki, o ata-analar doğrudan da atalıq edirlər, doğrudan da analıq edirlər. Biz ta övlad dəyəri qədri bilməyən ata-analarımızdan söz açmadıq, çünki ata-analarımız müqəddəsdir bizim üçün. Amma əgər bizi kimsə günlər sonra, illər sonra bu sözümüz yazılar, eşidilər, qulaq asılarsa, bu sözlərdən doğrudan nəticə çıxarar. Çünki ata-analarımız bizdən yalnız və yalnız diqqət və şəfqət umurlar. Amma unutmayaq ki, biz ümmətin də bir mənəvi atası var, İmam-ı Zaman əleyhissalam. Bugün cümədir, ağamızın günüdür. Onun da ya sahibə zaman, ya əl-məhdi, ədrikni bizim dilimizdən bu səsi eşitmə intizarı var. Amma sizi biz heç İmam-ı Zamanımızı çağırdıqmı? Səslədikmi? Hər həftə sənin və mənim üçün həftədə 2 dəfə ağlayar. Heç sən ağlamağı demirəm, heç həftədə bir dəfə, ya ayda bir dəfə, ömründə bir dəfə İmam üçün ağlayıb heç onu həqiqi çağırdınmı? Odur ki, çalışalım, bizdən diqqət və umacağı olan insanların diqqətində diqqətli olub,
onları heç zaman kövrətməyək. Onların bu diqqətsizliyimizlə onları üzməyək. Allahımızdan dilək və istəyimiz budur ki, Allah bizləri ağ valideynlərdən qərar verməsin inşallah. Allahdan diləyək, bizləri ata-ana, valideyn məsələsində son dərəcə diqqətli olanlardan qərar versin. Dünyasını dəyişən ata-analarımıza rəhmət, qalanlarımıza bərəkətli, şərəfli, izzətli ömür versin. Ağamız İmam-ı Zaman əleyhisselamın zuhurunda təcil eləsin. Biz günahkarların günahını bağışlayıb, xəta və nöqsanlarını əfv eləyib, ağanın sadiq dost və sirdaşlarından qərar versin. Muhammed və ali Muhammedə ucalı bir Muhammedi salavat.